Herkese salam. 3-cü MDB oyunları vloguma xoş gəlmisiniz. Bu videoda sizə 28 sentyabr 8 oktyabr tarixində Gəncə şəhərində təşkil olunan 3-cü MDB oyunlarında könüllü fəaliyyətimdən bir neçə kadr paylaşacağım. Düzdür, bir neçə kadr dediyim 18 dəqiqədir. Hər nəysə, bunu qoyaq bir kənara. İlk kadrda sizə MDB oyunları haqqında məlumat verirəm, lakin səs yaşı düşmədiyi üçün qərar verdim ki, ən yaxşısı videonu səsləndirim. Elə isə başlayaq. Gəlib stadiona çatdım. Burada stadiondan bir neçə kadr sizlərlə paylaşıram. Burada komanda yoldaşım Elnarəni tapdım və o da sizi salamlayır. Elə birgə stadion içərisinə daxil olduq və burada stadionun içindən bir neçə kadr sizlərlə paylaşacağım. Sonra isə qərar verdik ki, stadion ətrafını gəzək və kəşf edək. Həm də ona qədər də digər komanda yoldaşlarımızı gözləyək. Nəhayət komanda yoldaşlarımız gəlib çıxdı. Toplaşdıq, söhbət etdik, tanış olduq. Və açılışımız başladı. Açılış bitdi, çox möhtəşəm bir tədbir oldu, çox bəyəndik və artıq 29 sentyabrdan biz işə başladıq. İlk iş günündən hər birinizi salamlayıram və burada qısa bir outfit çək edirəm. Orada bunu da qeyd edim ki, bizə verilən formaların unpackingini çəkməyi və paylaşmağı unutmuşam, sorry. Hər nəysə, gəldik İdman Sarayına çatdıq. Bizim əsas işimiz Gəncə İdman Sarayında olacaq. Gəldim, Aytacı tapdım burada dostlar. Bəli. Bu arada bunu da qeyd etmək istəyirəm ki, burada sizlərlə paylaşdığım bütün şəkil və videoları sadəcə istirahət saatlarımda və boş vaxtlarımda çəkmişəm. İş prosesi zamanı heç bir video və şəkil çəkməmişəm. Buna görə də burada iş yox, sadəcə maraqlı anları görəcəksiniz. Biz artıq işə başladıq. Burada bizim maskotlarımız olan Bəbir və Leylanın görüntülərini sizlərlə paylaşacağam. Bizim əsas işimiz voleyboldaydı. Yəni, oğlan və qızların voleybol yarışından görüntüləri də sizlərlə paylaşacağım. Maskotumuzun maraqlı görüntülərini çəkmişəm. Sonra isə onunla birgə video çəkdik. O da sizi salamladı bu arada. Bu isə maskotumuz Bəbir. Və nəhayət fasiləyə çıxdıq, gəldik yemək yeməyə. Ədalətlə birgə. Bu arada Ədalət buradan salamlar. Deməli, burada sizə yeməklərimizi göstərəcəm. Qısa bir unpacking edirəm. Hər günün yeməyi demək olar ki, stabil idi. Sadəcə salatamız və burgerimiz dəyişirdi. Sok, su, meyvə, şirniyyat, sendviç və salat və ya sos olurdu əsasən. Sonra biz yenə işlədik və nəhayət ki, axşam saat 8 radələrində oradan çıxıb yollanırıq avtobusla evə. Gəldik 30 sentyabra. Buradan hər birinizi bir daha salamlayıram. Qısa bir outfit çək edirəm və yollanıram İdman Sarayına. Buradan Aytacı da salamlar. Dostlar, Leylanın kanalına abone olmayı unutmayın. Videoları beğenmişsek beğenməlisiniz. Likelayın və yorum yazmayı unutmayın. Hamısı Sonra könüllü otağında boş vaxtımız olduğu üçün mahnı qoyub əylənirdik. Buradan bir neçə kadr sizlərlə paylaşıram. Könüllü olmanın müsbət tərəflərindən biri isə sosiallaşmaqdır. Yəni, burada gördüyümüz insanların demək olar ki, çoxsu bir-birini tanımırdı. Burada tanış olublar, burada dostlaşıblar, birlikdə əylənirlər və sosiallaşırlar. Bu arada buradan hər birini salamlayıram. İzləyən varsa rəylərdə öz fikirlərini bölüşməyi unutmasın. Sonra isə Mafia Time başladı. Demək olar ki, hər boş anımızda Mafia və Uno oynayırdıq.
Burada Eylə ilə mən əslində iki əsas rol oynayırıq. Yəni o mafiyadır, mən isə həkim. Sadəcə özümüzə elə aparırıq ki, sanki dünyada xəbərimiz yoxdur və biz sadəcə sakinik. Hər neysə, oyun sonunda qalib olduq. Əsas odur. Bu arada buradan Asimi də salamlayıram, o da kadrdadır. Sonra işimiz başladı. İş zamanı dediyim kimi heç bir video çəkməmişəm. Sonra isə yenə də gəldik fasiləmizə, yeməyimizi yedik. Burada yenə yeməklərimizi paylaşıram sizlərlə, amma demək olar ki, gündəlik menyular eyni idi. Sadəcə meyvə fərqlənirdi və sendviç fərqlənirdi. Sonra oyundan bir neçə görüntünü paylaşıram. Burada bizim Azərbaycan komandası oynayırdı. Bu arada çox möhtəşəm bir oyun oldu. Bizimkilər 3-0 qalib oldular. Bu videonu da bu arada Ədalət çəkib. Yəni 3 dəfə başa saldım, ondan sonra çəkdim. Sağ ol Ədalət, təşəkkürlər. Yaxşı alın, əsas oldu. Yenə maskotlarımız buradaydı. Bu səfər isə Bəbirlə birgə bir video çəkdik. Videoya diqqətlə baxın, çox maraqlıdır. Oyundan bir neçə kadr sizlərlə paylaşıram. Və bugün də bitdi. Günün son kadrlarını sizlərlə paylaşıram və keçid edirik yeni günə. Yenə yollanıram maşınla Gəncə İdman Sarayına, outfit çək edirəm. Ondan sonra isə başlayırıq onu oynamağa. Bu oyunun qalibi kim olduğunu əslində xatırlamıram. Bundan sonraki oyunun qalibi mən olmuşam. Bu arada bunu da qeyd edim. Burada elə kartları qarışdırmağa çalışır və mən də onu gizlincə çəkirəm. Oyun bitdi və biz başladıq işə. Bugün qızların voleybol oyunu var idi. Burada da bir kadr paylaşmışam sizə oyundan. Sonra isə uşaqlarla birgə yollanacaq after partyyə. Həmin gün çox az video çəkmişdim. Ona görə də gün çox tez bitdi. Bir də onu da qeyd edim ki, Belarus komandası ilə birgə şəkildə çəkdirmişik. Bunu da buraya yerləşdirmişəm. Yeni bir gündən sizləri salamlayıram. Gedirəm həmişə kimi İdman Sarayına. Yoldan bir neçə kadr çəkmişəm. Və bugün çox maraqlı bir gün idi. Çünki bugün ilk dəfə biz hədiyyələrimizi alacaqdıq və hər kəs belə topladılar. Dedilər ki, gözləyin, sırayla gəlib hədiyyələrinizi götürəcəksiniz. Burada da sizə bizim qrupumuzu çəkib paylaşmışam. Bu bizim könüllü otağımızdan olan bir neçə görüntüdür və təbii ki də Dia K242 və H242-ni də bura qeyd etmişəm. Eylə ilə mənim Dia'dakı qruplarımızdan. Hər nəysə, sonra gəldik, sıramızı gözlədik və gedib hədiyyələrimizi götürdük. Burada isə unpacking başlayır. Bunlar bizim ilk gün hədiyyələrimiz idi. Digər günlərdə də yeni hədiyyələr də verəcəklər. Lakin buna baxmayaraq, kiçik hədiyyələr də olsa bizim üçün çox önəmli və sevindirici bir hal idi. Biz çox bəyəndik, hədiyyələrimizi çox sevdik və hər birində özümüzdə xatirə olaraq saxlayırıq. Bəli, bizim protokol team voleybolda könüllü ola-ola artıq voleybol oynamağa başladılar. Sadəcə top tapa bilmədikləri üçün şarla oynayırlar. Burada onların görüntüsünü paylaşıram sizlərlə. Biz isə Eylə ilə birgə oturub sadəcə onları izləyirdik və videolarını çəkirdik təbii ki də. Burada Eylənin xəbəri yoxdur ki, onun videosunu çəkirəm. Və yenidən başladıq işə. Burada biz komanda yoldaşımla birgə çöldə qonaqları gözləyirdik və yağış yağdığı üçün burada sizə öz yağışlığımı giyinib göstərirəm. Yağışlıqdır böyük ehtimal adı. Yəni rus dilində dajzivikdir. Yəni əgər səhv etmişəmsə üzrlü sayın.
Hər nəysə, çox bomba outfitim var. Bunu da sizlərlə paylaşdım. Sonra isə isti bir kofe içdik və mən yollandım digər məkana. Yemək talonumuzu götürdük və getdik yeməyə. Bu arada burada könüllü yoldaşlarım boş vaxt tapan kimi gəlib könüllü otağında mənim YouTube kanalımı izləməyə başladılar və hər biri abunə oldu. Təşəkkürlər bu arada. Böyük ehtimal bu videonu da izləyirlər. Buradan onları da salamlayıram. Siz də bu arada abunə olmağı unutmayın. Maraqlı videolar sizi gözləyir. Mən isə keçid edirəm digər günə və yollanıram. Bu səfər Gəncə Olimpiya İdman kompleksinə. Məkan dəyişdi. Kompleksdən bir neçə kadr sizlərlə paylaşıram və bugün burada wrestling olacaq. Və biz bugün digər hədiyyələrimizi götürdük. Burada hədiyyələrin hər birini sizlərlə paylaşıram. Qısa bir unpacking. Hədiyyələrimizi aldıqdan sonra yollanırıq İdman sarayına. Murad, Raya və Fatyanı buradan salamlayıram. Mafia time başladı. Gençlik xəbərin oldu. Sən də qəşəng yersən, nə deyil? Sen özünü koru. Sen operator çöt ona. Sonra isə yenidən qayıdırıq voleybola. Və bugün də bitdi. Keçid edirik digər iş günümüzə. Artıq hansı gün olduğunu unutmuşam. Gəldim İdman sarayına. Hədiyyəmi aldım və sizlərə qısa bir unpacking edirəm. Həqiqətən bu termosu çox bəyəndim, çox gözəldir. Həm estetik, həm isti saxlayır, soyuq saxlayır. Hər bir şey qaydasında bu arada istifadə belə edirəm. Ən maraqlı anlarımızı yaşadığımız könüllü otağından bir neçə kadr sizlərlə paylaşıram. Sonra isə komanda yoldaşlarımla birgə toplanıb yenidən təbii ki də onu oynamağa başlayırıq. Burada Ədaləti çağırırım və Ədalət hər zamanki kimi kameraya yeni də baxmır. Sonra digər komanda yoldaşlarım da gəlir. Bu arada buradan onları da salamlayıram və biz başlayırıq onu oynamağa. Burada isə Ədalət sizə öz hədiyyəsini göstərir. Hədiyyəsini o qədər çox sevdi ki, yəni demək olar ki, bağlanışa qədər əlindən yerə qoymadı. Onu bitdi və biz yollandıq işə. İş sonrası yemək fasiləmizdə qərar verdik ki, ən yaxşısı İdman sarayının qarşısında şəkil çəkdirək. Və biz şəkil çəkdirənə qədər sağ olsun Ədalət bütün əşyalarımızı saxladı. Burada ona bir daha təşəkkür edirəm. Sənə də əziyyət oldu Ədalət. Haqqını halal et. Sonra isə gözəl rəhbərimiz Qənirə xanım gəldi. Buradan Qənirə xanım sizə salamlayıram. Onunla birgə gözəl şəkillər çəkdirdik. Sadəcə it sağ olsun gəlib bəzi kadrlarımızı pozdu və biz qorxub qaçdıq. Bunu da bura əlavə etməsəm, yəni təbii ki də olmazdı. Və biz komanda yoldaşlarımla birgə axşam yollandıq Sankremaya, dedik gedək, istirahət edək, çay içək, söhbət edək. Burada bir neçə kadrı oradan paylaşıram. Əzizəni də buradan salamlayıram. Sonraki kadrlar isə artıq random kadrlardır. Hansı gün, harda boş vaxtımız oldu, telefonu qoymağa yer tapdıq. Hər birində video şəkil çəkmişik. İlkin oradaydı, ilkinə salamlar. Sonra komanda yoldaşlarımla birgə və Qənirə xanımla birgə yeni video şəkil çəkmişik. Bu kadrlar isə könüllü otağının qarşısında olan şkafın üstündəki yazılar idi. Onları sizlərlə paylaşdım. Çox gözəl idi, bəyəndim bunu həqiqətən də. Biz də ora öz adlarımızı, universitetlərimizi və s. qeyd etdik. Sonra isə yenə mafya oynadıq, onu oynadıq. Burada Murad bizə çay süzür, sağ olsun. Hər birimizə gəldi, çayları payladı. Təşəkkürlər Murad. Və demək olar ki, işimiz bitdi.
Çünki artıq voleybol oyununun bağlanışındayıq. Burada voleybolun bağlanışı oldu. Oğlanlar və qızlar təltif etdilər, medallar verdilər, hədiyyələr verdilər. Buradan bir neçə kadr çəkilmişəm, onları da sizlərlə paylaşıram və sonra isə artıq gedirik bağlanışa. Burada hər birini salamlayıram. Çox möhtəşəm oldu hər bir şey. Hər kəsə öz təşəkkürümü bildirirəm və bağlanış başladı. Yavaş-yavaş videomuzun sonuna gəlib çatdıq. Bu videonu düzəldənə qədər bu xatirələrin hər birini bir daha yaşadım. Üzümdə təbəssümlə izləmişim hər bir anı. Həqiqətən də hər birinizə təşəkkür edirəm. Sizi tanımağıma çox şad oldum. Ümid edirəm ki, gələcəkdə də nə vaxtsa bir fəaliyyətdə, hansısa bir könüllü proqramında və ya işdə sizlərlə birgə işləyərik, yenidən qarşılaşarıq. Hər birinizə təşəkkür edirəm bir daha. Çox maraqlı anlar keçirdik. Bu videonu da burada sadəcə bir xatirə olaraq qalsın istədim. Gələcəkdə nə vaxtsa açıb baxıb bu anları bir daha yaşamaq üçün, bu xatirələri bir daha yada salmaq üçün. Biraz gec yükləsəm də ümid edirəm ki, bəyəndiniz. Bəyənməyi, kanalıma abunə olmağı və fikirlərinizi rəylərdə bölüşməyi unutmayın. Hər kəsə təşəkkür edirəm. Gələn videolarda görüşənədək.